Ölkədə və dünyada baş verən ən son hadisələrdən xəbərdar olmaq üçün videonu bəyənib, kanala abunə olub, bizə dəstək ola bilərsiniz. İndi isə keçək xəbərə. 2026-cı ildə Azərbaycan Dövlət Neft Şirkətinin Heydər Əliyev adına neft emalı zavodunda ay-92 və ay-95 markalı benzin istehsalı davam etdiriləcək. Səyyar TV Ölkə AZA istinadən xəbər verir ki, bu barədə reportun sorğusuna cavab olaraq bəzi media resurslarında gələn ildə Heydər Əliyev adına neft emalı zavodunda ay-95 markalı benzin istehsalının məhdudlaşdırılacağı ilə bağlı dərc olunan məlumatlara aydınlıq gətirilərkən bildirilib. Məlumatda deyilir ki, Heydər Əliyev adına neft emalı zavodunda hazırda tətbiq olunan istehsal prosesləri çərçivəsində Avropa standartlarına Avro 5-ə uyğun ay-92 və ay-95 markalı benzin istehsalı həyata keçirilir. Qeyd edilib ki, zavodda tətbiq olunan müasir texnologiyalar və yenilənmiş istehsal infrastrukturu istehlakçılara yüksək keyfiyyətli və ekoloji standartlara cavab verən yanacaq təqdim edilməsinə imkan yaradır.